Babasil nədir? Babasil hər bir insan görüb. Kiminsə ayağında varikoz damarlar. Belə ilan kimi, belə göyrəkdə. Bax, həmin o varikoz damarlar insan düz bağırsağında həmin o varikoz damarlar kimi bir damar, qıvrılmış damar kütləsi əmələ gəlir. Və insan buna etinasız yanaşanda, belə deyim, qəbizliyinin qarşısını almaq istəməyəndə, az hərəkət eləyəndə, çox oturan tualetdə çox gücənəndə, üzr istəyirəm, soyuqda çox oturanda eləyəndə, bu zaman həmin o kütlə daha da şişir, böyüyür və çölə çıxır. Babasil budur. Biz varikoz damarlar üçün olan bütün müalicələrimizi babasil üçün də eləyə bilərik. Ən faydalı nədir burada? Ən faydalı təbii ki, birinci növbədə qəbizliyin qarşısını almaq. Bu insanda qəbizlik yoxdur, çox gözəl. Qəbizlik yoxdursa, deməli biz elə birbaşa nə etməliyik? Babasil üçün müalicələrimizi aparmalıyıq. Deməli, zəli qoymaq. Çox gözəl effektdir. Çox olduq qədər. Düz anus dəliyi ətrafına həftədə 6 dənə, ümumən bir 10 həftə. Bura zəli qoyursunuz. Tutardı ki, heç bir qorxusu yoxdur. Belə deyərdim ki, ciddi də bir ağrısı yoxdur. Sadəcə zəldən sonra biraz qaşınma olur və salam kesib gedir. 200 prosedurundan sonra bütün şişlər də yatır. Normal həyatınızı davam edə bilərsiniz.